Salam əziz izləyicilərim, dəyərli xalqım, millətim. Bugün yenə sizinləyəm. Mənə dəfələrlə müraciət olunur ki, Səmaya xanım, cadu varmı? Necə bilək ki, bizdə cadu var, yoxdur. Ancaq nə qədər işlənilirsə də, evdə ruzi qismətimiz yoxdur. Biz neyniyə bilərik? Mən, əziz insanlar, məni dinləyənlər, bilin ki, həqiqətən cadu var. O evdə ruzi qismət ola bilməz ki, biri var cadu, evə olunsun. Biri var cadu, insanın canına olsun. Əgər evdə olarsa da ruzi qismət gəlmir. Bu ancaq ziyanlıqlara gedir. Ziyanlıqlar, pulun gəlir yeriniz kəsilir. Çətinliklər yaranır. Amma ikincisi, pul evə gəlir. Ancaq səhhətimizdə problemlər yaşanır. Deməli, cadu evdə yoxdur, ancaq insanın bədənindədir. Hər zaman qazanır, yığır, iynə, dərman, hətta xaricə də gedir. Bu insanların dərdinin çarəsi yoxdur. Deyirlər ki, cadu ilə olan insan ölə bilərmi? Cadu olan insan ölmür. Tarixi yazan Allahdır, ancaq pis dərdlərə düşür. Pastel xəstəliyi olur, dərdinin çarəsi tapılmır, pis günlərə qalır. Ruzi qismət gəldikcə bu insanın səhhətlərinə gedir. Heç həkimlərə gedib, aparata düşsə, müalicədə olunsa, həkimlər deyir, əlimizdən gələni eləyirik. Ona görə ey insanlar, bu cür pis insanlar kim kimin ölümünlə maraqlanırsa da, kim kimin pis günlərini istəyirsə də, bilin ki, siz bu qarşıdakı şəxslərə edirsiniz. Hər bir insanı Allah yaradır. Ona etdiklərinizi Allah görür. Heç ölməmişdən əvvəl sizin özünüzə qaytaracaq. Bəsdirin, pis əməllərdən uzaq olun. Allah qoy hamını sevir, sevsin, hər bir insanın ağ günü olsun. Sağ olun, salamat qalın.